Demək olar, bu gün mən sizə kvadratik funksiyanı izah edəcəm. Kvadratik funksiyanı təməldən. Ta ki 8-ci sinifdən kvadratik funksiya ilə tanış olduq. Y bərabərdir ax kvadratı. Düzdür? Ax kvadratı funksiyasının A-dan asılı olaraq necə dəyişdiyini burada göstərək. Normalda necə təsvir olunur? Onu təsvir edərik və onun üstündə göstərərik funksiyanın qrafikinin dəyişmələrini. Daha sonra sağa sola sürüşməsini, yuxarı aşağı sürüşməsini izah edəcəm. Eyni zamanda qiymətlər oblastının, təyin oblastının. Təyin oblastı bilirsiniz ki, bu funksiyanın təyin olunmaması yəni mümkündürmü? Elə bir x tapmaq mümkündür ki, bu funksiya mənasızlaşsın. İstənilən həqiqi ədədi qoyuram x-in yerinə. Bu mənalıdır, düzdür? Hani bildiniz? Biz buna normalda kvadratik funksiya anlamında yanaşsaq, yəni bunun təyin oblastı mənfi sonsuzluq, müsbət sonsuzluqdur. Mənfi sonsuzluq, müsbət sonsuzluqdur. Hansı x-i verirsən ver, bu mənalıdır. Və qiymətlər oblastı isə biraz fərqli müəyyən olacaq. Onu göstərəcəm. Demək dostlar, sxematik olaraq belə təsvir edəcəm bunu. Bu y bərabərdir x kvadratıdır. Hansı ki, x 1 olanda, yəni x bərabərdir 1 olanda, y də 1 olur. X bərabərdir 2 olanda, y2-nin kvadratı 4 olur. X bərabərdir 3 olanda, y olur neçə? 9. Doğrudur. Və eyni zamanda x bərabərdir mənfi 1 olanda onun y nə olur? Kvadratı müsbət 1. X bərabərdir mənfi 2 olanda y neçə olur? Müsbət 2, müsbət 4. Və belə hamısını da göstərə bilərik. Və onları biz burada, məsələn 1-1-i burada qeyd edirəm, mənfi 1-1-i də qeyd edirəm. Düzdür? Nöqtələrimiz olur bunlar. Sonra məsələn 2-4-ü qeyd edirəm. Mənfi 2-4-ü də qeyd edirəm. Düzdür? Mənfi 2, 4. Sonra buradan müsbət 2, 4, 1, 2. İndi konkret qiymətləri göstərə bilirəm. Uşaqlar. Hamısını göstərməyəcək və qəbul edəcək ki, bunun qrafiki bu formada. Belə bir əylidir. Bunun adı nədir? Parabola. Bəli, parabola. Yaxşı, dostlar, indi bu A burada nə iş görür? Normalda biz bildik ki, y bərabərdir x kvadratının grafikidir bu. Bildik? İndi onun üzərində dəyişiklikləri artıq nə edərik? Sxematik göstərir. Tam olaraq sxematik göstərək. Burada bir neçə qiymət qeyd edərik, onları da qeyd eləməyəcək. Əgər A hansı ədədləri alsa, sıfırdan böyük ədədlər alarsa, bu parabolanın qolları daim yuxarı olur. Mənası nədir? Yəni, heç bir halda bu ifadənin qiyməti, bu ifadənin qiyməti, yəni bu. Burada y kvadratı yazmışam, inşallah, y kvadratı yox, y. Siz də görürsünüz, amma deməmişsiniz. Əslində bilirik, çoxdan da izah eləmişəm. Burada y kvadratı mexaniki olaraq yazmışam. Yəni, y bərabərdir ax kvadratıdır, düzdür? Dedik ki, A-lar əgər müsbətdirsə, heç bir həqiqi ədədin kvadratı mənfi eləmir ki, elə deyil. Heç bir həqiqi ədədin kvadratı mənfi, heç bir həqiqi ədədin kvadratı mənfi deyil. Yalnız kompleks ədədlərdə bunu biləcək, kvadrat mənfi olacaq, düzdür? Ona görə də müsbət ədədi, yəni bu kvadrat olan müsbət ədədi və yaxud xüsusi halda x bərabər 0 olanda 0 olan ədədi biz müsbət ədədə vursaq 0 və 0-dan böyük qiymətlər alacaq, düzdür? O zaman ax kvadratı funksiyasının təyindən danışmışdıq bayaq. Qiymətlər oblastı nə olacaq? 0, müsbət sonsuzluq. Görə bilirik? Yəni 0-dan müsbət sonsuzluğa qiymətlər alacaq. 0 bunun minimal qiyməti olacaq. Təpə nöqtəsinin y-i. Ümumiyyətlə, yadınızda saxlayın. Kvadratik funksiyalarda ən kiçik qiymət
Təbii ki, qiymət y-in olmalıdır, düzdür? Ən kiçikdirsə o y-in ala biləcəyi minimal qiymətdir. Burada y sıfırdan aşağı qiymət ala bilir. İzah elədik bayaq, dedik ki, mənfi, müsbət, orada, yəni mənfi ədədində kvadratı, müsbət ədədinin kvadratı, sıfırın da kvadratı yekün sıfırdan kiçik ola bilmir. Sıfır və müsbət ədədlər alır bu kvadrat və müsbət a-ya vurulanda müsbət olacaq, heç vaxt mənfi olmayacaq, əmsalda sıfır olacaq, düzdür? Sıfır müsbət sonsuzluq. Qiymətlər oblasti sıfır müsbət sonsuzluq olma səbəbi odur. Amma o demək deyil, bütün ax kvadratlarında biz belə qəbul edəcəyik. A sıfırdan böyükdürsə belə qəbul edəcəyik. A sıfırdan kiçikdirsə, bunun qrafiki bax belə olacaq uşaqlar, üzü aşağı. Eyni grafikin üzü aşağı forması. Əksinə, x oxuna nəzərən simmetrik çevrilmişik. Bunu başa düşürük də x oxuna nəzərən simmetrik çevrilməni. X oxu durub ortada, çevirsək belə simmetrikdirlər bunlar bir-birinə, elə deyil. Və bunun təyin oblast yenə dəyişməzdir. Kvadratik funksiyalarda biz belə qəbul edirik. Təyin oblast nədir? Mənfi sonsuzluq, müsbət sonsuzluqdur. Yaxşı, uşaqlar, ümumi halda funksiyanın təyin oblastından sizə danışacağım. Yəni funksiyanı biz düstur veririk, orada x-lərə qiymətlər veririk, orada özümüz məhdudlaşdıra bilərik. Kvadratik funksiyanın belə təyin oblastını məhdudlaşdıra bilərəm. Məsələn, mən düstur vermişəm, y bərabərdir 3x kvadratı, düzdür? Ümumi halda, kvadratik funksiyada bu təyin oblastı nədir? Mənfi sonsuzluq, müsbət sonsuzluqdur. Elə deyil. Amma mən bunu funksiya edirəm. Bu funksiya üçün təyin oblast deyirəm. Deyirəm ki, 4 müsbət sonsuzluq aralığında. Yəni, sən ancaq 4 müsbət sonsuzluq aralığında olan ədədlərə bu düsturu tətbiq edə bilərsən. Həmin x-lərə bunu deyərsən, y alasın, düzdür? Bu başqa bir mövzudur. Bunu biraz funksiyalı öyrənək, daha dərindən öyrənək, danışarıq ondan. Demək dostlar, təyin oblast, qiymətlər oblast məsələsini anladıq bunun üstündə. Təyin oblast bu funksiyanın mənalı edən qiymətləri demişik. Hələ ki, belə yadda saxlayırıq. Demək dostlar, başqa bir şey qalmadı. Təyin dedik, qiymətləri dedik. Bizim burada funksiyanın qollarının belə deyək də x oxundan dartılması və x oxuna sıxılması məsələsi var. Əslində bunu mən y oxundan da qəbul edirəm. Y oxuna sıxılır, y oxundan dartılır. Belə də deyə bilərsən. Y oxundan dartılırsa x-ə sıxılır. Başa düşdünüz? Y oxuna sıxılırsa x-dən dartılır. Orada da fərqli deyəcəksən. Amma biz bunu kitabda belə yazır da x oxundan. Belə də yadda saxlayırıq. X-ə görə vəziyyət müəyyən olunacaq da. İndi diqqət edin. Qolları yuxarı olan funksiyalar üçün, yəni müsbət a-lar üçün, əgər a sıfırdan böyük, birdən kiçikdirsə, sıfırdan böyük, birdən kiçikdirsə, bu zaman bəli, aysa nə olur? Qollar genişlənir. Səbəb nədir? Səbəbi deyə bilərsiniz. Kim səbəbini deyər? A burada nədir? Kəsrələrdir, düzdür? Şalar. Bayaq 1-də 1-i alırdı, indi 2-də 1-i alır. Çünki A 2-də 1-dir, məsələn 2-də 1-dir. A bərabərdir, 2-də 1 yazıram. Düzdür? Görünür uşaqlar bura yazdığım yer. A bərabərdir 2-də 1. 2-də 1 yazanda əvvəl 1-də 1 alırdısa, indi 2-də 1 alır. Əvvəl 2-də 4 alırdısa, indi 2 alır. Başa düşdünüz? Qiymətlər x-in aldığı, əvvəl aldığı qiymətlərə görə y indi 2 dəfə kiçik qiymət alır. Və məcburən bu hər dəfə nöqtələr biraz daha aşağı olur o bir nöqtələrdən. Qollar bu formada gedir. Genişlənir, düzdür? İndi yazıram A bərabərdir 2. O zaman nə baş verəcək? 2 dəfə daralacaq, bəli. İndi hələ ki, burada 2 dəfədən dedik, ümumi daralma, ümumi genişlənmə anlamını izah edilməsində 2 dəfə, 3 dəfə məsələləri ondan sonra aydın olacaq. Burada nə oldu? Sıxıldı, y oxuna sıxıldı. Çünki
Səbəb nədir? 1-də artıq 2-ni alır. Tez-tez alır qiymətləri. Qalxır gedir. Düzdür? Y oxuna sıxılır. Və yaxud x oxundan da artılır. X-dən bu qollar var ha. Normalda bu qollar burada idi. X-dən da artıldı, y-ə sıxıldı. İndi əvvəlki halda belə idi. X-ə sıxıldı. Başa X-ə sıxıldı. Bu isə X-dən dartıldı. Anlaya bildiniz? Dartılma və sıxılmanı bilə bildik. Səbəbini də bildik. Aşağı üçün də yeni qaydadadır. Anlaya bildik? Yaxşı. İndi bu kvadratik funksiya həmişə belə qalmır axı. Kvadratik funksiyanın belə bu nöqtəni burada bərkitmişik deyə bir şey yoxdur. Yəni bu buradan oynaya bilər. Sağa, sola, yuxarı, aşağı. İkisi yeni zamanda. Düzdür? Onları təyin edir nə? Y bərabərdir. A vurulsun. X sıxılsın M. Sıxılsın M'in kvadratı. Üzərinə gəlsin N. Bunu əslində tək-tək izah edəcəm. Sonra ümumiyə qayıdacam. Bax buna qayıdacam. Bu özü nədir? Bax bu düstur. Kitabda gördüyünüz bu düstur var ha. Bu əslində əvvəl y bərabərdir ax kvadratı olan funksiyanın üzərində dəyişikliklər olunaraq alınan haldır. Necə oldu? Y bərabərdir a x çıxılsın m. Birinci addımımız belə oldu. Bunu da anlamaq üçün əzbərləmirik inşallah, anlayırıq. Anlasaq o düsturlar heç vaxt yaddan çıxmayacaq. Sən bilə bilirdin ki, bayaq x-in yerinə 0 qoyanda 0 alırdı, düzdür? İndi sən x-in yerinə nə qoyacaqsan ki, bu 0 olsun? M, düzdür? M qoyacaq. O zaman həmin M hardadır? Biz bu düsturu belə yazanda, siz deyirsiniz ki, məsələn, bunu 0-a bərabərləşdirirəm və buradan x bərabərdir M alıram, düzdür? İndi orada şübhə yaranır sizdə ki, görəsən, mənfidir, müsbətdir. Mənfidir, müsbətdir, düzdür? O zaman nə baş verəcək? 0 olacaq. X-i 0 olacaq. Müsbətdirsə, yəni bunu düstur üstündə göstərək. Y bərabərdir A vurulsun. A vurulsun heç yazmıram. Yazıram məsələn 2 vurulsun, x çıxılsın 3. Bunun kvadratı. Düzdür? Burada x-in yerinə müsbət 3 qoysaq bu sıfıra çevrilir. Düzdür? Təpə nöqtəsinin y koordinatı stabildir. Bayaqçı ilə eynidir. Amma x dəyişib 3 addım 1, 2, 3. 3 addım sağa gəldi. Artıq 3 bunu sıfıra çevirir. Görürsünüz? Yaxşı. X-in yerinə 0 qoyanda nə olur? 9 olur, düzdür? 9 olur. 9'u da 2'ye vuranda 18 edir, düzdür? Demək inşallah bu buradan keçəcək. Bax bunu da deyim. Yəni bu sxematik təsvir eləsəm belə bunun bu 18-dən keçmə məsələsini görməliyik. Anlaya bildik? Bura 18-dir. Əslində mən təpə nöqtəsini izah edirdim. Hələ ki, ora getməyəcəkdim. Sonra dedim, birdən belə yadda saxlayarıq. Başımız qarşılayacaq, sonra onu anlada bilmərik. Təpə nöqtəsini gördünüz. 3 addım sağa gəldi. Bunu belə yazıram. Y bərabərdir 2 vurulsun, x üstə gəlsin 3'ün kvadratı. Yaza bilərəm. O zaman 1, 2, 3. Mənfi 3'dür bunu sıfıra çevirən. Yenə bu nöqtədən keçir. Amma gəlir mənfi 3. Bax bu formada. Görə bilirik dostlar. Demək ki, biz belə yadda saxlayarıq. Sağa sola sürüşmə. Əgər y bərabərdir a x çıxılsın m kvadratı düsturunda m sıfırdan böyükdürsə kvadratik funksiyanın təpə nöqtəsi sağa tərəf sürüşəcək. M sıfırdan kiçikdirsə, mənfi ədədirsə, sola sürüşəcək. Və sən deyəcəksən ki, indi mənim burada toplama idi, burada çıxma idi. Bəs niyə mənfi dedin? Çünki mənim düsturum belədir. Bunu müsbətləşdirən mənfi emlərdir. Olduğu kimi saxlayan da müsbət emlərdir. Elə deyil. Yaxşı, dostlar. Y bərabərdir A x
Bəzən ax kvadratı üstə gəlsin n də ola bilir ha. Yəni üstə gəlsin n formasında olur. Bu zaman üfüqi tərpənmə olur. Üfüqi olaraq hərəkətimiz yoxdur. İsmail, nə olur? Şaquli olaraq hərəkətimiz var, düzdür? Buraya y yazılır, x yazılır. Eşad oradan görüntü var. Hə. Demək dostlar, fikir verin. Normalda y bərabərdir x kvadratı funksiyasıdır. Elə deyil, normalda. Belə təsvir edilir. İndi bunu n-dən asılı olaraq dəyişə bilərik. Məsələn, n 2 olarsa, bu 2 vahid yuxarı qalxacaq, eyni qrafikdir. Diqqətlə baxın, elə bir bu qrafikin bu qollarından tuttum, bunu 2 addım yuxarı qaldırdım. Yenə eyni qrafikdir. 2 addım yuxarı qaldırmışam. Məsələn, bu mənfi 2 olsa, nə baş verəcək? 2 addım aşağıya və qollarını tutduq, dartdıq 2 addım aşağı, mənfi 2. N nəyə xidmət edir bildik? Uşaqlar, M xidmət edir x oxu üzərində təpə nöqtəsinin koordinatının sağa sola sürüşməsinə. N xidmət edir, N xidmət edir y oxu üzərində, şaqili oxu üzərində hərəkətinə. Başa düşdünüz? Əgər biz qraf kalkulatorda baxsaq, n-ləri dəyişsək, görərsiniz ki, qrafiklər oynayır. Başa düşdünüz? Rahatlıqla orada görə bilərsiniz. İndi mən burada təsviri göstərmişəm. N 0 idi, burada N 2 idi, burada N mənfi 2 idi, burada. Və bunlar bir aradadırsa, artıq necə olacaq? Burada y bərabərdir, tutaq ki, konkret yazaq. Məsələn, x çıxılsın 3-ün kvadratı üstə gəlsin 5. Bu necə olacaq? Burada təsvir edirəm. 5 var yuxarıda. 3 addım sağa, 5 addım yuxarı, düzdür? 3, 5. Və bayaqki funksiya ki var burada idi, belə idi. Forması. Yuxarıda. İndi buradan başlayacaq həmin funksiya. Bu formada. Anlaya bildik? 3 addım çəkdik sağa, 5 addım qaldırdıq yuxarı. Və kvadratik funksiyanın təpə nöqtələrinin belə dəyişməsini anlaya bildik. Hələ dostlar, məsələlər çoxdur ha. Eyni funksiya üzərində sən buradan bura apararsan, başa düşdünüz? Buradan bura qaldırarsan, sonra bu tərəfə çəkərsən və yaxud buradan bura çəkib, bura qaldırarsan, yəni bəlkə sözləri dolaşdırırıq. Gətirdim bu yana, qaldırdım bura. Bir hal. Gətirdim bu yana, qaldırdım bura. 2 hal. Gətirdim buraya, saldım bura. 3 hal. Çəkdim bura, çəkdim aşağı. 4 hal, düzdür? Eyni zamanda qolları aşağı olan versiya. Onlar artıq biraz, onları daha dərin öyrənərik. Növbət dərsdə olar sizin üçün izah edərəm. Həm elə bir təpə nöqtəsi yerini dəyişir, həm də funksiya işarəsini dəyişir. Yəni A işarəsini dəyişir. Qollar aşağı və yuxarı yönələn. Bunlar imtahanda asitli suallarda düşə bilir və onların təhlili bizdən istənə bilir. Hələ ki, bunları öyrəndim buraya qədər. Bunlar ikisi bir arada, bunu başa düşdük. Yaxşı. Dostlar, indi kvadratik funksiyanın ümumi yazılış formasının nə olduğundan da bir danışaq. Əslində bu da kvadratik funksiyanın yazılış formasıdır. Amma ümumi yazılış forması olaraq y bərabərdir ax kvadratı üstə gəlsin, bx üstə gəlsin, c qəbul olunub ki, bu da bunun açılıb da a'ya vurulub üstünə n gəlinib bu şəkildə salınmasıdır. Sözsüz, bunlar arasında bir təzad yoxdur ha. Bunlar əlaqəlidir. Sadəcə bunu açmışıq, bu olub. Bilə bildik. Və bu halda bütün hər şey orada göstərilir, bilirik. Baxırıq, a böyükdür 0 demişəm. Qollar yuxarıdır. A kiçikdir 0, qollar aşağıdır. Burada artıq bunu təhlil edirsən. Sıxılma və genişlənməni orada təhlil eləmişik. O formalar üstündə təhlil edirsiniz. Bunun üstündə eləmirik. Yaxşı? Anlaya bilirsiniz niyə? Orada daha rahatdır. Yəni orada daha anlamlıdır. Nəinki burada. Dostlar, bir şey deyəcəm. Sən burada x-in yerinə
0 yazsan, y bərabərdir c alırsan. X yerine 0 yazsan. Hə. Alırsan yoxsa yox? Hə. Və bundan sonra biz anlayarıq ki, niyə o kvadratik funksiyada biz deyirik ki, c y oxunu kəsdiyi yerdir. Bundan sonra suallarda dərhal deyərik ki, uşaqlar, görürsünüzmü y oxunu burada kəsir, demək c budur. Onun səbəbi budur, bax. X bərabərdir 0. Qoyuram, x bərabərdir 0. Düzdür? Və oradan alıram nəticəmi. X bərabərdir 0 olanda y bərabərdir c alınır. Demək ki, və burada göstərirəm, bir də qrafik çəkmirəm. Bu funksiya üçün c neçə imiş? Neçə imiş uşaqlar? 18. Görə bildik? Yaxşı. C-ni bildik, dərhal göstərdim. A, qollar yuxarı, qollar aşağı göstərdik. Bizə burada ən vacib, üstündə çox işləyəcəyimiz məsələ təpə nöqtəsinin koordinatlarıdır. Təpə nöqtəsinin koordinatları və bir də uşaqlar, burada bir şey qeyd edirəm, yadımızdan çıxmasın. D-dən və A-dan asılı olaraq kvadratik funksiyanın vəziyyəti. Düzdür? Ne? Vaxtımız yetsə bugün onu da izah edəcək. Dostlar, bu kvadratik funksiyanın təpə nöqtəsinin koordinatları B və başda B qəbul eləmiş, M və N. Çünki mən ona B desəm, bu B ilə qarışacaq. Əslində, yəni, şərtidir. M də qoya bilərsən, N də qoya bilərsən, K da qoya bilərsən. Sadəcə M, N adlandırıblar və elə də qəbul ediblər. Yəni, beynimizdə elə kök atır, başqa ədədlər qoymur. M nədir? M belə tapılır. Mənfi B bölünsün 2A. Düzdür? Yaxşı, B bölünsün 2A nədir? M-dir. M özü nədir? Təpə nöqtəsinin x koordinatıdır. Yəni, bu funksiyanı görürsünüz. Bunun M-i bax bu 3'dür. Anlaya bildik? Təpə nöqtəsinin x koordinatıdır. N var. Az da aşağıda yazaq. Hə, bəli. 4AC çıxılsın B kvadratı bölünsün 4A. Bu Y koordinatını ifadə edir. Təpə nöqtəsinin Y koordinatıdır. Anlaya bildik? Və birazdan biz kvadratik funksiyaların qiymətlər oblastında bundan istifadə edərik. Dostlar, burada ola bilər ki, belə bir şey görəsiniz ki, n bərabərdir mənfi B kvadratı çıxılsın 4AC bölünsün 4A. Burada da problem yoxdur ki. Yəni, sadəcə sürətdə yerlərini dəyişdim, yazdım. Bunların haradan alınması var, amma özü bir isbatdır. Yəni, ona da girsək vaxtımız çatmayacaq. Demək dostlar, ayrılıqda kim bunu isbat edən maraqlansa, baxar ona bir yerdə. Sözdür. Təpə nöqtəsini dedik. Uşaqlar, bundan sonra kvadratik funksiyalarda vacib məqam, qiymətlər oblasının tapılması olacaq ki, yəni ən çox bizə o suallarda belə deyək də problem yaranır. Düzdür, çətin deyil, amma dostlarımız qarışdırır. Bu kvadratik funksiyanı verib, düzdür. Bunun əgər belə verilibsə, bax, buranın yenə baxılır. Əgər ümumi halda harada yazmışdım, bu formada verilibsə, yenə n-lə təyin olunur. Bu formada da verilirsə, buradakı n-i tapacaq. Təpə nöqtəsinin y koordinatını taparıq, düzdür? Və yadımızda saxlayaq. Əgər kvadratik funksiyanın qolları yuxarıdırsa, bu kvadratik funksiyanın minimum ən az qiyməti var, ən yuxarı qiyməti yoxdur, ən çoxu yoxdur. Qollar aşağıdırsa, ən kiçik qiyməti yoxdur, daim kiçidir, amma ən böyük qiyməti var, düzdür? İndi, biz qolları yuxarı olan, yəni A-sı müsbət olan hallarda kvadratik funksiyanın qiymətlər oblasını belə yazarıq. N müsbət
Sonsuzluq. Qolları aşağı olanda mənfi sonsuzluq n yazarıq. Başa düşdük? Demək dostlar, çox təməldən başladıq. Müəyyən bir yerə qədər gətirdik. Düzdür? Növbəti dərslərdə, indi bunu yazdım, bura qeyd elədim. Düzdür? İzah çatdırmayacaq ona. Növbəti dərsdə mən onun ayrıca izahını verəcəm. D-yə və A-ya görə vəziyyət necədir və onlara görə bərabərsizliklərin həllində bizə lazım olur. Yəni, necə olacaq, hamısını tək-tək, bütün həm sual nümunələri ilə, həm nəzəri olaraq izah edəcəm. Bunu anlaya bildik, izah edilirlərmi? Onu bir dənə zəhmət olmasa, özüm dayandıracam.